Hər kəsə salam, xoş gördük hər biriniz əziz şagirdlər. Bugünkü mövzumuz Məhəmməd Peyğəmbərin yaratmış olduğu ilk İslam dövləti olan Ərəb xilafətidir. İlk öncə ərəblərin dövlət yaranmamışdan öncəki həyat tərzindən danışaq. Ərəblər bilirik ki, Ərəbistan yarımadasında yaşayırdılar. Asiya və Afrika qitəsinin qovşağında yerləşir bu yarımada. Burada təbii ki də çoxlu quraqlıq idi, çöl idi, səhralarla əhatə olunmuşdu və yarımadanın cənub, qərb və şərq hissəsi bol yağıntılı idi. Əhali ən çox bu hissələrdə məskunlaşmışdı. Yarımadanın şimal və mərkəz hissəsində isə bədəvilər yaşayırdılar. Bədəvilər səhra adamı idilər və onlar ancaq köçəri maldarlıqla məşğul olurdular. Onların gəmiləri isə səhra gəmiləri adlanırdı. Yarımadanın qərb hissəsi əsas ticarət mərkəzi idi. Burada Məkkə şəhəri yerləşirdi. Məkkə şəhəri dini mərkəz olmamışdan öncə də ticari cəhətdən çox mühüm bir məntəqə idi və burada bu şəhərin əsas rəqibi Mədinə şəhəri idi. Mədinə şəhəri, yəni Peyğəmbər ora köçdükdən sonra Mədinə adlandırılıbdır. Mədinə sözünün mənası Peyğəmbər şəhəri deməkdir. Yəsrib idi və belə deyək ki, Yəsribin İslam dini yaranmamışdan öncə əhalisinin əksəriyyəti yəhudilərdən ibarət idi. Ümumiyyətlə götürsək, Ərəbistan yarımadasında inkişaf etmiş və ticarətlə məşğul olan iki əsas şəhər Məkkə və Yəsrib şəhərləri idi. Məkkə şəhəri haqqında danışaq. Məkkə şəhəri İslamdan öncə ticarət və dini mərkəz idi dedik. Həmçinin də burada Qureyşilər nəsli üstünlük təşkil edirdi. İslamdan öncə burada bütpərəstlik dini geniş yayılmışdı. Xristianlıq, yəhudilik, zərdüştlük də var idi, amma əsas bütpərəstlik idi. Əhalinin əksəriyyəti bu dinə sitayiş edirdi. Belə deyək ki, ərəblər qəbilə icmasında yaşayırdılar və yəni qabaqçı biz dərslərdə demişik ki, ərəblərdə, monqollarda, bəzi türk tayfalarıdır, german tayfalarıdır. Bunlar ümumiyyətlə quldarlıq quruluşu görməyən tayfalar olublar. Bunlar birbaşa ibtidai icma cəmiyyətindən feodalizmə keçid ediblər. Bunun da nəticəsi o olub ki, yəni səbəbi ondan ibarət olubdur ki, bu dövlətlər qalibiyyətli müharibələr nəticəsində birbaşa qəbilə icmasından keçid ediblər feodalizmə, yəni quldarlıq görməyiblər. Yəni demək istədiyim odur ki, ərəblər bu dövrdə qəbilə halında yaşayırdılar və hər bir qəbilənin ayrı bütü var idi. Yəni hər bir qəbilə öz bütünə sitayiş edirdi. Yəni Məkkə o dövrdə bütlərlə dolu idi. Hər bir qəbilə müəyyən günlərdə gəlib o bütlərə sitayiş edirdi. İndi isə ticari cəhətdən danışaq, siyasi və dini ticari cəhətdən danışaq. 6-cı əsrdə ərəblər siyasi cəhətdən Bizans və Sasanilər dövləti ilə rəqibdə idilər, yəni rəqabət aparırdılar. Ərəbistandan keçən ticarət yolları, xüsusilə də Yəməni bu iki güclü dövlət ələ keçirməyə çalışırdı. Təbii ki də bunlarda vahid dövlətin olmaması Bizans və Sasaninin üstünlük qazanmasına gətirib çıxarmışdı. Dini yaranması haqqında danışaq. Məhəmməd Peyğəmbər 570-ci ildə Məkkə şəhərində anadan olubdu. Uşaq ikən valideynlərinin ikisini də itirib və yaxın qohumlar tərəfindən böyüdülübdü. Əmisi onu böyüdübdü. Həmçinin də gənclik yaşlarından başlayaraq müxtəlif ölkələrə səyahət edib və sarbanlıq edibdi. 610-cu ildə Hira mağarasında Məhəmməd Peyğəmbərə peyğəmbərlik verilibdi. 3 il sonra isə o İslam dinini təbliğ etməyə başlayıbdı. Bu İslam dinini qəbul edənlər müsəlman adlandırıblar və Allaha təslim olmuş, yəni salamatlığa çıxmış mənasını verir müsəlman sözü və din get-gedə sürətli yayılıbdı. Peyğəmbərə qədərki dövr, yəni İslama qədərki dövr ərəblərdə cahiliyyə dövrü adlandırılır, yəni avamlıq dövrü adlandırılır və bunun ardınca isə Məhəmməd Peyğəmbər təbii ki də Məkkədə
qala bilməzdi. Çünki burada əyanlar, bütpərəstlər və digər dini nümayəndələr tərəfindən sıxışdırılırdı. Ona görə də 622-ci ildə Yəsrib şəhərinə, yəni gələcəkdə Mədinə adlandırılacaq şəhərə köçür və Məkkədən Mədinəyə 622-ci ildə köç etməyi Hicri tarixi adlanır. Hicrət edib, yəni köç etmək deməkdir hicri sözü. Hicri tarixi təqvimi adlandırılır. Yarandı daha doğrusu bunun 622-ci ildə və hicri təqviminin başlaması İslamda tarixin başlanğıc erası hesab edilir. Məsələn, indinin özü hicri təqvimindən müxtəlif İslam dövlətləri istifadə edir, amma biz miladi təqvimindən istifadə edirik. Azərbaycan, İran İslam Respublikası hicri təqvimindən istifadə edir. Bunun da müxtəlif hesablama qaydası vardı. Deməli, dedik, Məhəmməd Peyğəmbər Məkkədən Mədinəyə köç etdi və burada belə deyək ki, Mədinə ərazisində yaşayan əhalinin çoxusu yəhudilər idi. Burada din sürətlə yayılmağa başladı və Məhəmməd Peyğəmbər özünə çoxlu tərəfdaş topladı. Və bundan sonra isə öz ətrafını daha da möhkəmləndirəcəkdi, başlayacaq Mədinəlilərə qarşı, yəni bütpərəstlərə və digər dini nümayəndələrinə qarşı mübarizə aparmağa. Bilirik ki, İslam dininin müqəddəs kitabı Qurani-Kərimdir, 114 surədən ibarətdir və burada İslamın hüququnu, şəriət qanunlarını hazırlamışdılar. Quranın surələri əsasında hazırlamışdı bu şəriət qanunları və müəyyən ayələr vardı ki, onlar da dövlətin idarə olunmasında istifadə edilirdi. Məhəmməd Peyğəmbər Mədinə şəhərində özünə çoxlu tərəfdaş toplamışdı və burada demək olar ki, öz mövqeyini daha da möhkəmləndirmişdi. 624-cü ildə Məkkəlilər Peyğəmbər üzərinə yürüş etdilər. Peyğəmbərin icması ilə Məkkəlilər arasında döyüşün nəticəsi təbii ki də Peyğəmbər qalibiyyət əldə etdi. Döyüş Bədir döyüşü adlandırılır və bunun ardınca isə 630-cu ildə sülh müqaviləsi imzalandı. Sülh müqaviləsinin nəticəsidir ki, elə həmin ildə dövlət yarandı. Məhəmməd Peyğəmbər dövlətin ilk siyasi başçısı oldu. Məkkəyə qayıdıb Kəbəni bütlərdən təmizlədi və Allahın evi elan etdi oranı. Dövlət şəriət qanunları əsasında idarə olunurdu. Şəxsi mülkiyyət toxunulmazlığı elan edildi. Vərəsəlikdə evlənmək, boşanmaq və s. digər hüquqlar aydın burada göstərilirdi, yəni qayda qanunla idarə edilirdi. Ərəb dövləti ümumiyyətlə tarix etibarı ilə 3 dövrə bölünür. Birinci Peyğəmbərin dövrü, Peyğəmbər 2 il hakimiyyətdə olubdu. 630-32-ci illərdə, 32-ci ildə qızdırma xəstəliyindən vəfat edibdi və Peyğəmbərdən sonra isə onun xələfləri, Rəşidi xəlifələri, yəni davamçıları gəlibdi. 4 xəlifə olub, Əbubəkir, Ömər, Osman, Əli. 632-dən 61-ə qədər isə bu xəlifələr hakimiyyətdə olubdu. Rəşidi xəlifələri, onu da vurğulayaq ki, seçki yolu ilə seçilirdilər. Bunun ardınca Əməvilər sülaləsi hakimiyyətdə olub 661-750-ci ildə. Bunun ardınca isə Abbasilər sülaləsi hakimiyyətdə olubdu 750-ci ildən 1158-ci ilə qədər. İndi isə hər birinin hakimiyyəti dövründə hansı hadisələr olub, hansı ərazilər işğal olunubdu, o haqda danışaq. Dedik, Məhəmməd Peyğəmbər çox hakimiyyətdə olmadı, 2 il hakimiyyətdə oldu. Əsas bizə Rəşidi xəlifələri dövründə olan siyasi hadisələr, siyasi cərəyanlar haqqında danışacağıq. Yəni bizə lazım olan bunlardır. Məhəmməd Peyğəmbər 32-ci ildə vəfat etdikdən sonra 61-ci ilə qədər 4 xəlifə idarə etdi. Rəşidi xəlifələri idi, seçki yolu ilə seçilirdilər. Doğru yolda olanlar mənasını verir Rəşidi sözü. Və çox ədalətli idi bunların dövrü. Bu 4 xəlifənin dövründə paytaxt Mədinə, sonra isə Məkkə şəhəri olubdu. Bütün Ərəb yarımadasını burada fəth etdilər. Dedik ki, bunların əsas siyasi rəqibi Bizans və İran dövləti idi, yəni Sasanilər dövləti idi və başladılar Bizans və Sasani ilə müharibələr aparmağa. Bizansla aparılan müharibələrin nəticəsində Fələstin, Suriya, Misir fəth edildi. Burada Yarmuk döyüşü olub 636-cı ildə. Həmin döyüşdə Bizans məğlubiyyətə uğradıb, bu əraziləri ələ keçiriblər, Fələstin və Suriyanı.
ələ keçiriblər. Həmin ildə 636-cı ildə Sasanilər dövləti ilə Kadisiya döyüşü olub, burada da qalibiyyət əldə ediblər. Şimali Afrikanın böyük bir hissəsini ələ keçirdilər. Ondan sonra deməli Cənubi Qafqaza hücumlar etdilər. Cənubi Qafqazda Azərbaycanda ələ keçiriləndən sonra şimalda Xəzərlərin yürüşləri artıq bunların hücumlarının qarşısını aldı. Xəzərlərlə döyüşlər oldu. Doğrudur, bu Ərəb-Xəzər müharibəsinin nəticəsində ərəblər qalibiyyət əldə etdilər, lakin Şərqi Avropaya girişlərinin qarşısı alındı. Yəni Xəzərlər imkan vermədilər ki, ərəblər Şərqi Avropaya giriş etsinlər. 651-ci ildə Sasanilər dövlətinə son qoyuldu və Sasanilər dövlətinə son qoyulduqdan sonra öz mövqelərini daha da möhkəmləndirdilər. Ümumilikdə götürsək, Rəşidi xəlifələrinin bu cür qalibiyyət əldə etməklərinin və tez bir zamanda fəthlər etməklərinin səbəbi ondan ibarət idi ki, çox insanlara qarşı ədalətli idilər və bu isə insanların onlara ciddi müqavimət göstərməməsinə səbəb olurdu. Həmçinin də Bizans və Sasanilər artıq bir-birlərlə müharibə zamanı çox zəifləmişdilər və çox çevici idilər. Buna görə də Rəşidi xəlifələri dövründə tez bir zamanda fəthlər edildi və dövlətin ərazisi genişləndirildi. Əməvilər sülaləsi dövründə 661-750-ci illəri əhatə edir sülalənin hakimiyyət dövrü. Muaviyyənin taxta çıxması ilə sülalənin hakimiyyəti başlayıbdı. Paytaxt Dəməşq Şam şəhəri olubdu. Onu da vurğulayaq ki, Əməvilər artıq seçki yolu ilə hakimiyyətə gəlmirdilər. Rəşidi xəlifələri seçki yolu ilə hakimiyyətə gəlirdi. Sonuncu nümayəndə olan İmam Əlinin öldürülməsindən sonra demək olar ki, Sunni-Şiə məsələsi başlayacaqdı, yəni dinin bölünməsi və burada Əməvilər qalibiyyət əldə edib hakimiyyəti ələ keçirəcəklər. Yəni bunlarda hakimiyyət irsən keçirdi. Rəşidi xəlifələrində isə seçki yolu ilədir hakimiyyət. İndi isə Əməvlərin dövründə hansı ərazilər işğal olunub, bu haqda danışaq. 705-ci ildə Albaniya dövlətinə son qoydular, süquta uğratdılar. Başladılar bütün Şimali Afrikanı tutduqdan sonra artıq Avropaya giriş etməyə. 711-ci ildə Tariq boğazı keçərək öz adını bura verib, Cəbəl Tariq boğazı verib bura, keçərək İspaniyaya daxil oldu. Veskotları məğlubiyyətə uğradıb, İspaniyanı fəth etdilər. Belə deyək ki, bütün İspaniyanı fəth etməyiblər. Yəni orada Avstriya adlanan bir dağlıq ərazi vardı. Həmin ərazidən başqa İspaniyanı fəth ediblər. Pirney yarımadasında xeyli ərazi ələ keçiriblər və burada Avropaya, onların Qərbi Avropaya girişinin qarşısını alıbdı. Karl Martel 732-ci ildə Frank krallığının ərazisində Poitiers döyüşü oldu. Döyüşün nəticəsində ərəblər məğlub oldular, franklar qalibiyyət əldə etdilər və bununla da ərəblərin Qərbi Avropaya girişinin qarşısı alındı Poitiers döyüşü ilə. Burada xatırladaq ki, Şərqi Avropaya girişinin qarşısını isə Xəzərlər almışdı. Yəni doğrudur, Xəzərlər üzərində qalibiyyət əldə etsələr də, Xəzərlər onların irəliləməsinə imkan verməyibdi. İndi isə şərq istiqamətindəki yürüşlərindən danışaq. Bütün Qafqazı, Mərkəzi Asiyanı işğal eləmişdilər. Hind Çinə qədər gedib çatmışdılar. Burada deməli geniş ərazilər ələ keçirmişlər. Hindistanın şimal-qərb hissəsini ələ keçirib burada Mənsurə və Multan əmirliklərini yaratmışdılar və bunun ardınca isə Xəzər xaqanlığı ilə müharibələr dediyi hələ də davam etməkdə idi, lakin Xəzər xaqanlığı ilə müharibə 8-ci əsrin sonunda yekunlaşacaqdı, dedik ki, ərəblərin qalibiyyəti ilə. Ümumilikdə götürsək, ərəb xilafəti Atlantik okean sahillərindən Hindistanı və Çinə qədər geniş ərazilər əhatə edirdi. Lakin dedik, Əməvilər Rəşidi xəlifələri kimi ədalətli deyildilər. Ayrı-seçkiliyin olması xalqın onlara qarşı nifrətinə gətirib çıxarmışdı və bunun nəticəsidir ki, Mərkəzi Asiyada Əbu-Müslümin üsyanı baş verəcək. Əbu-Müslümin köməyi ilə Əməvilər devriləcək, hakimiyyətə 750-ci ildə Abbasilər sülaləsi gələcəkdir. Və Əməvilər devrildikdən sonra təbii ki, Abbasilərin hakimiyyətini qəbul etmək istəməyəcəklər və həmin o Əməvilər sülaləsinin nümayəndələri gedib Pirney yarımadasında özləri üçün 756-cı ildə Kordova əmirliyini yaradacaqlar. Xəritədə ərəb dövlətinin tutduğu, işğal etdiyi ərazilər təsvir edilibdir.
Peyğəmbər dövründə tünd yaşıl rəngdə olan ərazilər özünə birləşdirilibdir. Bundan sonra isə biraz açıq yaşıl rəngdə olan ərazi Peyğəmbərdən sonra gələn Rəşidi xəlifələri dövründə ələ keçirilibdir və lap açıq yaşıl rəngdə olan ərazi isə fikir verirsinizsə burada Hindistan tərəfə və Çin tərəfə, Mərkəzi Asiya tərəfə gedir. Bu ərazilər isə Abbasilər dövründə dövlətə birləşdirilibdir. Bu, yəni Asiyanın xəritəsidir. Afrika tərəfdən və Mərkəzi Asiyadan isə Afrikanın şimalının tamamilə tutulması, birləşdirilməsi dedik ki, Əməvilərin dövründədir. İspaniyaya giriş də Əməvilərin dövrünə düşür. Poitiers döyüşü də bunların hamısı Əməvilərin dövrünə düşür. Abbasilər sülaləsi dövründə 750-1358-ci illəri əhatə edir Abbasilər sülaləsinin hakimiyyəti. 751-ci ildə Talas döyüşü baş verdi Çinlilərlə ərəblər arasında. Biz bunu Uyğur dərsində də dedik. Döyüşün nəticəsində burada ərəblər qalibiyyət əldə etsə də, İpək yolunun nəzarəti Uyğurların əlinə keçdi. Yəni Talas döyüşü ilə Mərkəzi Asiya irəliləməklərinin qarşısı alınıbdı ərəblərin. Və 762-ci ildə burada paytaxt Bağdad şəhəri oldu. Dəməşqdən paytaxt Bağdada köçürüldü. Yəni Bağdad şəhərinin əsası qoyuldu 762-ci ildə və paytaxtı bura köçürdülər və bu dövrdən başlayaraq dövlət Bağdad xilafəti adlandırılıbdı. Bunu da əsasda vurğulayaq. Deməli, Abbasilərin dövründə Bağdad olub paytaxt, Dəməşq olubdu. Yəni Bağdaddan qabaq Dəməşq, sonra Bağdad. Bir də paytaxt Samirə şəhəri olubdu. Yəni bu kitabda vermir. Azərbaycan tarixi dərsində Babəkin edam olunmasında yazır ki, Babək 838-ci ildə Samirədə edam olunubdu. Yəni belə qənaətə gəlmək olar ki, Abbasilər dövründə paytaxt Samirə şəhəridə olubdu. Bu dövrdə Xürrəmlər hərəkatı oldu. Xürrəmlər hərəkatı ümumiyyətlə xilafəti sarsıdan, kökündən deməli sarsıdan, həmçinin də zəifləməsinə gətirib çıxaran hərəkat olubdu və xilafət Xürrəmlər hərəkatının nəticəsində 9-cu əsrdə parçalanıbdı. Misirdir, İrandır, Mərkəzi Asiyadır, Azərbaycan və Əfqanistan olmaqla Bağdad xilafətindən ayrıldı həmin ərazilər və hərəsi müstəqil oldu. 9-cu əsrdə deməli Abbasilər xilafəti parçalandı və bunun ardınca isə deyirik 9-cu əsrdən başlayaraq dövlətin idarə edilməsində və üsyanların yatırılmasında türklərin mühüm rolu olubdu. Hətta xəlifə Möhtəsim Bizansa və xilafətdə baş verən üsyanlara qarşı türklərdən istifadə edibdi. Belə deyək ki, Babəkin hərəkatını yatıran da elə türk sərkərdəsi Afşin olubdu. Və hərbi xidmətə görə bu türk sərkərdələrinə iqta, yəni torpaq xidmətə görə torpaq sahələri verilirdi. Məsələn, Əbu Sac bu cür türk sərkərdələrindən biri olubdu. 1055-ci ildə Səlcuq hökmdarı 1-ci Toğrul Abbasilər xilafətinin üzərinə hücum etdi və Abbasiləri özünə nasıl vəziyyətə saldı. 1258-ci ildə isə Hülaki hökmdarı Hülaki xan dövlətə hücum elədi və Abbasilər xilafətinin varlığına tamamilə son qoydu. Və bununla da dövlətin varlığına son qoyuldu. Bir də onu burada əsas vurğulayaq ki, Ərəb xilafəti adlanmağa başlayıb, yəni böyük bir xilafətə çevrilibdir. 7-ci əsr və 8-ci əsrin birinci yarısında, yəni Əməvilərin dövründə dövlət Ərəb xilafəti adlandırılıbdır və xilafət, yəni sancağı deyirik də, çevrilibdir. İdarəçilik haqqında danışaq. Dövlətdə əsas dil ərəb dili idi. Əmirliklərə bölünürdü və əmirlikləri əmirlər idarə edirdi. Pul vahidi dinar və dirhəm idi. Vergi və torpaq mülkiyyət formalarından biz Azərbaycan tarixində də bəhs etmişik. Burada da qısa bir danışaq. Xərac torpaq vergisi idi. Cizyə can vergisi idi və cizyə ödəyənlər hərbi xidmətdən azad idilər. Xüms daşınan əmlakdan alınan vergi idi. Zəkat daşınmayan əmlakdan alınan vergi idi.
Bunlar vergilərdir. Torpaq mülkiyyət formaları isə divan dövlətə məxsus torpaqları idi. İqta xidmətə görə verilirdi, şərti idi, amma zaman keçdikcə İqta irsən keçməyə başlayacaq. Mülk irsən keçən torpaq mülkiyyət forması idi. Feydalara məxsus xüsusi mülkiyyət idi. Vəqf dini idarələrə məxsus torpaqları idi. Vəqfi alıb satıb bağışlamaq olmazdı, lakin icarəyə vermək olardı. İcma isə kəndlərə məxsus torpaqlar idi. Və burada Xəlifə Əli çox ədalətli olduğuna görə bəzi vergiləri azaldıbdı. Bu təbii ki də ərəb əyanlarının xoşuna gəlməyibdi. Onu da vurğulayaq ki, Xəlifə Əli sui-qəsd nəticəsində öldürülübdü. Daxili çəkişmələrə səbəb olubdu bu və zaman keçdikcə hakimiyyətə Əməvilər gəldikdən sonra, Abbasilər gəldikdən sonra vergi siyasəti daha da sərtləşibdi, əhalinin vəziyyəti daha da ağırlaşıbdı. Hətta Abbasilər dövründə vergiləri ödəyə bilməyənlər qula çevrilmişdilər. Bugünkü dərsimiz bu qədər. Sağ olun.